günah insanın qəlbində, günah elədikcə, insanın qəlbində günaha olan nifrət hissi azalır. Günahı çirkin hesab etməsi, pis görməsi zəifləyir. Və o günah o insanın adətinə çevrilir. Günahları ardıcıl etməklə günahlar onun üçün adiləşir, adi bir hala çevrilir və ondan sonra günahları edərkən insanların onu görməsi də onun üçün adi bir şey olur. İnsanların onun etdiyi günahlar barəsində danışması adiləşir. Yəni, böyük, pis bir əməl kimi hesab eləmir. Və bu da günah əhlində, fasik insanlarda adi bir şeye çevrilir. Və sanki bununla ləzzət alırlar. Və hətta günah edənlərdən eləsi olur ki, etdiyi günah və asiliklə fəxirlənir. Lovğa-lovğa yanındakılar yanında danışır. Və o günahı, etdiyi o pisliyi bilməyən adamlara danışır ki, mən filan şey etdim, filan kəsə belə elədim və yaxud da filan günah elədim. Və bu cür insanlar, bu sinif insanlar hədisdə gəldiyi kimi əfv olunmazlar. Onların qarşısında tövbə qapısı bağlanır. Özləri öz əlləri ilə qarşılarındakı tövbə qapısını bağlayırlar. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kullu ümmeti muafen illel mucahirun. Ümmətim hamısı bağışlanacaq, yalnız mücahirlərdən başqa. Və mücahirlik də odur ki, insan Allah Teala bir qulun günahını örtüb və o da sabahlayanda özünü rüsva edir. Və deyir ki, ey filan kəs, mən filan günü filan əməllər etdim. Allah Teala onu örtdüyü halda o isə örtüyü açır. Özünü rüsva edir.